بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم صل على محمد وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد وبارك على محمد وعلى آل محمد كما باركت على İbrahim fil alamin inneke hamidun mecid. Bugünkü mevzumuz Kavaidul Mustafi Sıfatillahi Teala ve Esmaihil Husna kitabındadır. Allah Subhanahu wa Taala ad ve sıfatlarında gözəl qaydalar kitabıdır ki, burada baxaq bizlərdə nədən bəzi. Əvvəlki dərsimizdə bildik ki, birinci qayda olaraqdan nə dedik? Birinci qayda olaraqdan götürdük ki, Allah Taala'nın bütün adları nədir? Gözəl. Allah Taala'nın bütün adları gözəldir. Allah Taala'nın bütün adları gözəldir. Gözəllik zirvəsindədir. Yəni onda heç bir naqislik ola bilməz. Əgər Allah Taala həydirsə, bunun həy olması, daimi olması, yəni yaşanması Allah Taala'nın daimidir, əbədidir. Bunda heç bir naqislik ola bilməz. Və bu qayda olaraqdan bildik ki, biz insanlar Allah Taala'nın özünə vəsf etdiyi bütün adlar kulluha nədir? El-Husna. Birinci qayda buydu. Allahın bütün adları mütləqdir ki, gözəl olsun. Əks halda Allah Taala'nın adı ola bilməz. Aydındır. Nə də vəsf ola bilməz? Birbaşa. İkinci qayda. İkinci qayda budur ki, Əsmaullahil A'lam və Əvsaf. Allah Taala'nın adları a'ləmlər və əvsaflardır. A'lam və əvsaf. Yəni, Uca Allah'ın adları xüsusi isimlərdən və sifətlərdən ibarətdir. Allah Taala'nın adları, bugün qayda budur ki, ikinci qayda odur ki, Allah Taala'nın adları xüsusi isimlərdən və vəsiflərdən, sifətlərdən ibarətdir. Necə? Li'a'lamu bi'tibar dalalatiha ala'z-zat. Yəni bu xüsusi isimlər Allahın zətinə aid olduğundan və həmçində bu vəsifələr Allahın zətinə və ötəki orada qaynaqlanan mənaya baxımından belə adlandırılır. Və hiyə bil-i'tibadil əvvəl mütəradifətun lid-dəlaləti aləl-musamma vahidun və huvəllahu azza və cəllə. Bu adlar, bu hamı, çünki bu adlardır ki, o baxımından birinci, yəni belə deyək də, nə olsun ki, bunlar a'ləmlərdir, xüsusi isimlərdir və vəsiflərdir. Buna baxmayaraqdan hər vəsifin öz dəlalətləri, dəlillər, əlamətlər olsa da və həmçinin öz adların müəyyən bir əlamətlər olsa belə, bunların hamısı Allah Taala'nı vəsf edir. Aydın, bunların hamısı Allah Taala'nı vəsf edir. Və yaxud da ikinci məna olaraqdan bunlar hərəsində özü-özünün ayrı-ayrılıqda mənaları var. Aydındır. Yenə də sonda isə hamısı yenə Allah Taala'nı vəsf edir. Çünki adlar bir dənə ad deyil. Adlar çoxdur. Və adların hərəsi xüsusi olaraqdan öz-özlüyündə mənaları daşıyır. Xəs olaraqdan mənaları var. Amma ki, başqa bir tərəfdən də onlar hamısı yenə də Allah Taala'nın vəsf, Allah adını vəsf edir. Aydındır. Misal üçün, məsəl üçün, Əl-Həy, Əl-Əlim, Vəl-Qadir, Vəl-Səmi' Vəl-Basir, Vəl-Rahim, Vəl-Rahman, Vəl-Rahim, Vəl-Əziz, Vəl-Həkim. Bunlar hamısı Allahı vəsf edən adlardır. Amma hərəsinin xüsusi olaraqdan ayrı-ayrılıqda mənaları var. Və bu adlar toplumu hamısı Allah Taala'nı bizə vəsf edir. Bir olan Allah Taala'nı vəsf edir. Lakin onlar hərəsinin mənaları ayrıdır. Hərəsinin mənası ayrı. Yəni bunlar belə ayrı bir qeyri-adi bir düşüncə ehtiyac yoxdur. Bunlar hamısı məsələn Əl-Həy, Əl-Əlim, bunlar hamısı bir-birindən ayrı-ayrı adlardır. Buna baxmayaraq ki, onlar bir dənə Allah'a vəsf edir. Və həmçinin Əl-Həy, yaşayan Allah Taala, Əl-Həy sözü Əlim adından fərqlidir. Aydındır. Həy özü-özlüyündə Allah Taala'nın xüsusi ismidir və Əlim də həmçinin Allah Taala'nın xüsusi bir ismidir. Və bunların hərəsində özü-özlüyündə ayrıca mənaları var. Və mənəl əlim qayrə mənəl qadir və həkəzə. Və beləlik ki, dedik, həmçinin Əlimlə Əl-Qadir adları bir-birindən tamız fərqlidir. Buna baxmayaraq ki, onlar hamısı Allah Taala'nı vəsf edir.
Və innəmə qulnə bi ənhə a'lamun və əfsaf. Ya biz onu nə üçün dedik ki, onlar xüsusi isimlər və vəsiflərdir Allah Taala'nın? Yəni vəsiflər deyildikdə ya ad olur, ya da ki vəsiflər olur, və ya da ki sifətlər olur. Aydındır? Xüsusi isimlər dediyim kimi Əl-Hayy, Əl-Alim. Lidələtil Qur'an aleyhi kəmə fi qavlihi ta'ala. Bunlar hamısı nə üçün biz bunlara deyirik ki, xüsusi isimlərdir? Çünki Allah Teala öz kitabında özünü xüsusi isimlərlə adlandırmışdır. Xüsusi isimlərlə Allah Teala özünü adlandırmışdır. Məsələn, Allah Teala buyurdu ki, və huvəl ğafurur rahim. Əl-Ğafur xüsusi isimdir. Çünki əliflərlə işlədildi və Allaha izafə olundu. O Allah ki, o Əl-Ğafur çoxlu bağışlayan və qullarına qarşı rəhimlidir. Və həmçin və rabbukal ğafuru zu rahmə. Və həmçin Rəbbin bağışlayan və rəhmət sahibidir. Fə innəl ayətə thəniyyə dəllə alə ennər rahimə huvəl muttasim bir rahmə. İkinci ayə bizə onu bildirdi ki, Allah Teala ğafurdur. Allah Teala birinci ayə onu bildirdi ki, Allah Teala bağışlayandır və vəsf olaraqdan da Allah Teala'nın rəhməti var. Bağışlayır, rəhmi gəlir. Və ya rəhmi gəlir, bağışlayır. Bağışlama Allahın adıdır və rəhməti isə quluna qarşı o özünə gəlib, tövbə etməsindəki Allah Taala'nın verilən vəsf onun rəhmətidir insanlara qarşı. وَالْاِجْمَاء أَهْلِ اللُّغَةِ وَالْعُرْفِ أَنَّهُ لَا يُقَالْ عَلِيمٌ إِلَّا لِمَنْ لَهُ عِلْمٌ. Deyir ki, belə icma ilə, yəni lüğətçilərin və ya ki, ariflərin, bilən insanların deyir ki, belə icması ilə deyir. Belə adi insan icmasına bilinir ki, əgər bir şey alim olaraqdan vəsf olunursa, bilən olaraqdan vəsf olunursa, o mütləqdir ki, neyisi bilsin. Bir kimsə bir şey bilməsə, ona bilən adı verilməz. Və ya bu vəsf ona verilməz. Aydındır. Bu hamı arasında qəbul olunan bir şeydir. Hətta biz cahil desək belə, bunun arxasında, bunun əvvəlində onun bilməməzliyindən dolayı o adı biz ona qoyuruq. Həmçə Allah Teala alim olduğundan dolayı alimdir və Allah Teala da biləndir. Və həmçinin və la səmi'ən illə limən ləhu səmə. Və həmçinin bir kim hər hansı bir şey eşidirsə, ona eşitmək adı verilirsə, mütləqdir ki, o eşidən olsun. Və həmçinin görən adı verilirsə, həmçinin onu görən olsun. Və hədə əmrun əbyənu min ən yəhtəc ilə dəlil. Yəni, bu şeylər, bu saydığım bu misallardır ki, buna elə işte dəlillərə ehtiyac yoxdur. Maraqlıdır. Və bihədə u'limə dalalu mən sələbu əsmə-Allah Teala mə'aniyhə min əhli ta'dil. Və elə bununla dolayı, elə bundandır ki, Allah Teala'nın o ad və sifətlərini deyir, inkar edək o əhli ta'dil, Allahın ad və sifətlərini Allah'tan qaldırmışdır, götürmüşdür. Və ya da inkar etmişdir Allah Teala'nın sifətləri. Nəyə görə? Deyirlər ki, İnnəlləhə Teala səmi'un bilə səmə və basirun bilə basar və azizun bilə izzə və həkəzə. Deyirlər ki, Allah Teala eşidəndir, lakin eşitməz, görəndir, lakin görməz, əzizdir, izzəti olmadan Allah Teala əzizdir, izzətdir, güclüdür. Və belə bütün adları belə sadalayırlar. Və alləlu zəlik ənə subutə sifət yestəzümü təəddüdül qudəmə. Deyir ki, bunlar nə deyirlər? Əgər sifətləri bir sifətin isbatı bir çox ilahların var olmasını vacib edir. Bir neçə sifətin Allah Teala bir neçə sifətin isbat edilməsi bununla yanaşı başqa ilahların da, başqa yaradanların da var olmasını bizə isbat edir. Bu görüşlə, yəni bu ağılla yola çıxaraqdan Allah Teala'nın ad və sifətdən biri inkar edirlər. Aydındır. Və hədəl illətun əlilə. Bunların bu Allah Teala'nın ad və sifətin inkar etməsindəki o əhl-i ta'tilin əsas səbəblərdən birisi elə buydu. Əgər biz bunu Allah Teala versək, deməli bu artıq burada ilahlar bir neçə sayılı şəkildə olur. Həm səmi, həm basir, və huve yesma və həm eşidir. Aydındır. Liddələti səmi və əl-əql ələ butlaniyə. Həmçinin dəlil və həmçinin bizim bu kimi məsələlərdəki ağlımızı işlətməyimiz, yəni onların olduğu bu
yolun batıl olduğunu bizi bir daha ortaya qoyur. Və əmmə-səm'u, amma ki Allah Teala əs-səm' eşidən adını gəldiksə isə فَإِنَّ اللّٰهَ تَعَالَى وَصَفَ نَسْبِ اَوْصَافٌ كَثِيرًا. Allah Teala özünü bir neçə vəsiflərlə vəsifləndirir ki, Allah Teala müəyyən bir vəsiflərlə vəsifləndirir özünü. مَعَ أَنَّهُ الْوَاحِدُ الْأَحَدُ. Buna baxmayaraq ki, Allah Teala özünü həm başqa bir neçə vəsiflərlə vəsf edir, bir neçə adlarla vəsf edir. Buna baxmayaraq da Allah Teala həmin özünü bir olaraqdan vəsf edir. Allah Teala buyurur ki: "İnne batasha rabbike leşedid. İnnehu huve yubdi'u ve yu'id ve huvel gafurur vedud. Zul arşil mecid fa'alun lima yurid." El-Buruc suresinin 12'den 16. ayeye kadar. Diyor ki: "İnne batasha rabbike leşedid." Allah Teala'nın günahkarları yakalaması çok şiddetlidir. İnnehu huve yubdi'u ve yu'id. İlk yaradan ve onları yeniden bərpa edən Allah Teala'dır. Bu hamısı vəsiflərdir. Və günahkarları yaxalaması bu vəsifdir. Və həmçində ilk yaradan və onları yenə bərpa edən Allah Teala'dır. Və huvel gafurul vedud. Allah Teala bağışlayan və sevəndir. Zul arşil mecid, ərşin sahibidir. Həm də şan şöhrət sahibidir. Fa'alun lima yurid və istədiyini edəndir. Bunlar hamısı Allah Teala'nın vəsifləridir. Ne olsun ki Allah Teala birdir. Allah Teala özünü hem bir olduğunu ve hem de özünü Allah Teala müəyyən vəsiflərlə vəsifləndirmişdir. Ve həmçə Allah Teala buyurur ki: "Səbbihismə rabbikel a'la ellezî xalaqa fesevve vellezî qaddara fehada vellezî axraca'l mer'a." Sen de səbbihismə rabbikel a'la, Rabbini en uca adlarla zikr elə. Ellezî xalaqa fesevve. Yaradan ve kamilleştiren Allah Teala'dır. Yani insan kamil eden Allah Teala'dır. وَالَّذِي قَدَّرَ فَهَدَى. O Rab ki her şeyi müqəddaratını təyin etdi ve insanı doğru yola yönəltdi. وَالَّذِي أَخْرَجَ الْمَرْعَ. Yerdən otları cücərtdi. فَجَعَلَهَا غُسَاءً أَحْوَى. Ve onu da yani qurumuş qara samana döndərdi. Benim bir vəsiflərlə Allah Teala özünü vəsif etdi. Ne olsun ki Allah Teala yenə də vahidul ahaddir. Fe fi hadihi'l ayatil kerime avsam kesire min li mevsufun vahid. Baksaq ki okuduğumuz ayeye baksaq ki Allah Teala burada bir olanın bir neçə vəsiflərlə vəsifləndirildiyini görəcəyik. Aydındır. Və lem yezem min subutiha ta'addud qudam. Və buna baxmayaraq da ki heç də bizə bu vəsiflərin birinin bir neçə vəsiflərlə vəsifləndirməsi heç də bizə bu birin bir neçə olmasını dəlalət eləmir. Və ya zərurəti yaratmır bizə. Bunu başa düşdük? Aydındır? Aydındır? Elhamdülillah. Və əmməl aqlu bu yuxarıda deyim və əmməs-səm'u, yəni bizi eşitdiyimiz ayələrdən və həm ikinci və əmməl aqlu ağılla isə deyil filə ennəl vas və ennəs sifəti leysət zəvatun bə'ni minəl mevsuf. Belə məsələlərə belə ağıl tərəfindən yaxınlaşacaq olsaq, li'annas sifat leysa zəvatul bə'nət minəl mevsuf. Heç dedir ki, bir şeyin vəsif olunduğu o vəsiflər o addan ayrı, o adlanan o addan ayrı deyillər. Yəni ayrı deyillər. Məsələn ad başqa, vəsif başqa belə sadalanmır. Aydındır? Hətta yelzəmin subudə təəddüd. Hətta bizdə bundan bu birinin vəsifləndirməsi, o vəsiflərdən hətta biz başqa yaradanların olduğunu iddia edək. Belə bir şey ehtiyac yoxdur. Və innəmə hiyə min sifatin mən ittasafa biha. Bu dediyimiz bu sifətlər hamısı da o bir olanı vəsf edən bir sifətlərdir. Fəhiyyə qaimetun biha və onda qalan, özü ilə bərabər olan, əbədi olan daimi sifətlərdəndir. Aynı və kullu mevcudun fələ buddə ləhu min təəddüd sifət. Hər bir mevcud olan bir şeyin mütləqdir ki, onun bir neçə vəsifləri olsun. Aydındır. Məsələn, biz insanıqsa, həm ağılımız var, həm gəzərik, həm tullanırıq, həm yatırıq. Bunlar hamısı bizim vəsiflərimizdir. Yəni, yer üzərində olan hər bir adi biz məxluqlar bir neçə vəsiflərlə vəsifləndiririk. O demək deyil ki, mənim bir neçə vəsifim varsa, məndən iki dənədir. Aydındır. Allah Teala daha misalların daha ucalarına, daha gözəllərinə, daha kamillərinə layiqdir. Aydındır. Fəfi sifətil mevcud və kəvnuhu vacibul vücud. Əgər ki bir şeyin sifəti mevcuddursa və o şeyin mevcudluğu vacibdirsə, ikinci tərəfi yoxdur, yəni qaçış yoxdursa, mütləqdir ki onun vacibliyi olsun. O da Allah Teala'dır.
Və onda olan vəsiflər hamısı ona bağlı olan, daim olan sifətlərdir. Və onların hamısı da bir olan Allaha vəsf edir. Aydındır. Məsəl üçün, Allah Rahimdir. Həm bu saydığımız bu adlar, bizim bildiyimiz 99 adlar və başqa sifətlər, vəsiflər, çünki vəsiflər daha genişdir. Bunlar hamısı bir olan Allahı vəsf edir. Aydındır. Bunlar hamısı bir olan Allah Teala vəsf edir. Və bihədə əydən ulimə ennəd-dəhrə və bu kimi saydıqlarımızdan bilinir ki, əd-dəhr zaman leysə min əsmə-illəhi Teala. Allah Teala'nın adlarından deyil. Əd-dəhr Allah Teala'nın adlarından deyil. Çünki başqa bir gələcək hədis var. Orada deyir ki, ənə dəhr deyə Allah Teala. Mən deyir dəhirəm. Yəni mən zamanam. Dəhr, yəni zaman mənasını deyir. Allah Teala'nın əd-dəhr adlı bir adı yoxdur. Liənnə ismə cəmidun la yetədəmmənu ma'nəl yəlhəbi əsməil husnə. Çünki bu ad yəni tərpənməz olan, yəni heç bir hərəkəti olmayan bir addır ki, onun da deyir, heç dedi gözəl vəsifləri yoxdur ki, hətta Allah Teala ad olaqdan vəsf olunsun. Birinci qayda nə demişdir ki, Allah Teala'nın bütün adları gözəldir. Zaman isə deyir, bu gözəlliyi özündə daşımır. Ondan ötürü deyirik buna Allah Teala'ya bu ad verilməz. وَلِأَنَّهُ اسْمٌ لِوَقْتِ وَالزَّمَانِ. Çünki bu əd-dəhr dedikdə burada müəyyən bir vaxtın, müəyyən bir zamandan bəhs edilir. Dəhr dedikdə müəyyən bir vaxt, müəyyən bir zamandan bəhs edilir. Qalallahu Teala an munkeril ba'th. Allah Teala qiyamət günü dirilmək, yəni ölümdən sonra dirilmək inkar edənlər barəsində deyir ki, öz kitabında və qalu, onlar deyəcəklər ki, və onlar dedilər, mə hiyə illə həyatuna dünya namutu və nəhyə və mə yuhlikuna illəd-dəhr. Ki, bu yaşadığımız həyat, ölməyimiz, yaşamağımız və həlak olmamız ancaq deyir ki, zamanla əlaqəlidir. Ancaq zamanla əlaqəlidir. Necə? Gün keçir, böyüyürəm, zaman gəlir, zaman keçir, böyüyürəm, xəstələnirəm və sonra ölürəm. Bunların deyir ki, yaradanla heç bir əlaqəsi yoxdur. Zaman məni öldürür, yedirir və s. Bu, yəni ölümdən sonra dirilməyi inkar edən kimsələrin bəlkə etiqadı idi. Yurudinə muruləl-ləyəl vəl-əyyəm. Bunlar isə yəni, bizi ölməyimizə səbəb, yaşlanmağımıza səbəb günlərin və gecələrin keçməsidir. Və əmmə qavluhu sallallahu aleyhi və səlləm yuxarı dedim əd-dəhr. Bunun Allah Resulü sallallahu aleyhi və səlləm hədisində bildirilir ki, deyir ki, burada qalallahu azze və cəllə, bu qudsi hədisdir, deyir ki, Allah Teala dedi, yu'zin ibn Adəm, Adəm övladı mənə əziyyət verər, Adəm övladı mənə əziyyət verər, yəsubbud dəhra və ona mənə əziyyət verməsi onun zamanı söyməsidir. Və ənə dəhr, deyir ki, mən zamanam. İndi Allah Teala buyurur ki, mən zamanam, indi bunu, o zamanın nə olduğunu Allah Teala sonra gələn cümlə də açıqlayır. Biyədeyil əmri uqallibul leylə və nəhara və yaxud uqallibul leylə və nəhara. Deyir ki, mən bu zamanı mənim əlimdədir. Mən onu istədiyi kimi, yəni gecə ilə gündüzlə əvəz edirəm. Yəni, bunlar hamısı deyir ki, Allah Teala mənim əlimdədir. Mənim işimlədir. Aydındır. Bu dəhri Allah Teala bizə vəsf etdi. Yəni, zamanın keçməsi, burada dəhr, mən dəhr deyildikdə, yəni bunu idarə edən, gecəni gündüzü gətirən mənəm deyir. Fələ yədullə alə ənə dəhr min əsmə-illəh. Heç bu ad, burada dəhr deyilməsi, işte deyir Allah Teala'nın adlarından olduğu bildirilmir. Yəni bu dəlaləti gətirmir. Yəni bu nəticəni qazandırmır. Və deyir ki, ənəlləzi yəsubbunəd-dəhrə, hansı ki o kimsələr ki zamanı söyürdülər, İnnəmə yuridunə zəmanə ləzi huvə məhəllul həvadis. Onlar, yəni o zaman söyməsindəki məqsədləri onların, yəni o müəyyən vaxtlarda, müəyyən zamanlarda həm özlərinin, həm də ki kimsələrin də başına gələn hadisələrdən dolayı idi. O vaxt müəyyən hadisələr ya özünün xoşuna gəlmədiyi, öz başına gəlib və yaxud da ki, qarşı kimsə də yaxınlarından kiminsə başına gəldiyi bir hadisə də ola bilər. Lə yuridunəlləhə təalə. Bunlar birbaşa zət olaraq Allah Teala'nı qəsd etmirdilər. Fəyəkunu mə'nə qavluhu və ənə dəhr və sonra ki, buradakı Allah Teala'nın və ənə dəhr deyilməsi məna məfəssərhu bi qavlihi, bu da həmçinin açıqlayır ki, biyedil əmr uqallibul leylə və nəhər.
Yəni bu şeylər hamısı mənim əlimdədir. Yəni mənim işimlədir. Mənim idarəm altındadır. Və mən beləliklə gecəli gündüz gətirən də mənəm. Fa huve subhanahu xaləqu dər və ma fiha. Çünki Allah Teala zamanı və onun daxilində olan hər bir şeyi yaratmışdır. Və qad bəyyənə ənəhu yuqallibul leylə və nəhar. Və bu hədisdə, bu hədisin mənasında bizə bildirildi ki, gecəni gündüzü gətirən elə, idarə edən Allah Teala'dır. Və humə dəhr. Həmçinin gecə gündüz özü də zamandır. Gecə vaxtı, gecə zamanı və gündüz zamanı. Və la yumkin an yakuna al-muqallib bi kasr al-lam huwa al-muqallab bi fathaha. Və bi hada təbin an yamtani an yakuna ad-dahr fi hada al-hadis muradan bihi Allah Teala. Çünki burada deyir ki, el-muqallib keçməsi lamin iyi olması deyil. Heç də bu da əlavə olaraq da bizə bildirir ki, buradakı məna ilə Allah Teala'nın adlarının olması mənasına gəlmir. Bunun zaman mənasına gəlir. Beləliklə mövzumuz sona çatdı. Yaddan çıxartmayın. Birinci qayda Allah Teala'nın özünə vəsf etdiyi bütün hədisdə bütün adlar hamısı gözəlliyin ən zirvəsidir, gözəl adlar olmalıdır. İkincisi Allah Teala'nın özünə vəsf etdiyi adlar xüsusi isimlər və vəsflərdən ibarətdir. Allah Teala bizləri eşitdiyi faydalardan etsin və sallallahu ala nəbiyyinə Muhammed və ala alihi və sahbihi və səlləm.